Bəhlulla görüşmür. Bəhlulla görüşmür. Qurban Qurbanovmu Bəhlulla görüşmür, yoxsa Bəhlulmu Qurban Qurbanov görüşmək istəmir? Bax, orada demək, Cabo Verdeli Leandro Andrade ayağa qalxıb görüşür. Bütün legionerlər, Braziliyalılar ayağa qalxıb görüşürlər. Buntic Xarvatda ayağa qalxıb görüşür. Kokalski Polyakda ayağa qalxıb görüşür. Bax, burada bax. Abbas oturduğu yerdə görüşür. Halbuki məncə qalxmaq olardı da orada. Bəhlul ümumiyyətlə gələndə özün görməməzliyə vurur da Qurban Qurbanov. Yəni görürsən axı onun gəldiyini, bəs niyə ən azından başını qaldırıb göz-gözə gəlmirsən? Çox qəribə görüntüdür. Qurban Qurbanov ondan görüşmək istəməyib. Yox, mən orada o gördü ki, Bəhlul ona fikir vermir. Ona görə yanından düz keçdi. Bəlkə aralarında nəsə baş verib ki, hər ikisi bilirlər. Ona görə nə bu başını qaldırmadı, nə o yaxınlaşmadı. Əslində Qurban onu yanından keçirir, görüşmək istəyir. Amma görəndə ki, Bəhlul başını aşağı salıb, qaldırıb ondan göz-gözə gəlmək istəmir. Yanından düz keçdi. Mən bunu belə hiss elədim burada. Bir də yenə deyirəm, daha xaricilər orada qalxırlar ayağa. Bizim bəzi Azərbaycan futbolçular ayağa qalxıb görüşmürlər. Abbas Hüseynovun timsalında. Yəni mən məsələn 10 yaşında uşaq mənə yaxınlaşdı, otursam, hörmət, ehtiram, əlaməti olaraq baxmayaq ki, yaşda məndən kiçidir, qalxıb əl verib görüşərəm. Bilmirəm, qəribə görüntüdür. Yəni, çünki biz elə görmüşük də. Xaricilərdə adətən biz deyirik ki, onların mentaliteti başqadır. Xaricilərdən ayağa qalxan var, amma Azərbaycanlardan ayağa qalxmayan var.